Salam, hər vaxtınız xeyir. Bugün Biləcərdə növbəti bir həyət evimiz satışa çıxıb. Deməli, ev Biləcərdə yerləşir. 284 nömrəli məktəbin arxasındadır. Ümumi 4 sotun içindədir. Hal-hazırda yaşayış yoxdur. Ona görə həyət belə töküntüdür. Buyurun, baxın. Həyət ümumi 4 sotdadır. Yaşayış yoxdur. Bu da belə baseyndir. Sadəcə yaşayış yoxdur, baxımsız vəziyyətdə qalıb, həyəti zadı. Qiymət də çox münasibdir. Bugünkü gün bazar qiymətindən çox münasibdir. Evdə yaşayış yoxdur, yenə qeyd edirəm. Orta təmirdir. Buradan başlayaq. Birinci sanitar qovşağıdır. Bura. Ay maşallah. Qonaq otağıdır. Qonaq otağı. Bura. Birinci yataq otağı. Təcili satılır. Bura ikinci yataq otağı. Bura təmirsizdir. Təmiri yoxdur buranın. Bura nədir bizdə? Burada ikinci yataq otağı. Deməli, birinci mərtəbədə bir mətbəxdir. 2 dənə yataq otağı, qonaq otağı. Pləkan fıstıqdan yığılıb. Təmirsizdir də demək olar. Təmiri zəifdir. Alan şəxs təmir eləməlidir. Qalxdıq yuxarı. 3-cü mərtəbədə yenə mətbəxdir, studiyadır. Bura keçdik. Qonaq otağı. 2-ci mərtəbədə də. Birinci yataq. İkinci yataq. Deməli 3, 3, 6, 7 otaqlı bir evimizdir. Qiymət də 183 min manat. Təbii ki, real alıcı endirim olunacaq. Burada sanitar qovşaq, duş kabininə qədər, jacuzziyə qədər qoyulub. Kombisi var. Domofona qədər hər bir şey var. Sadəcə təmirə ehtiyac var. Şəxs özü üçün inşa olunub bu ev. 7 otaqdan ibarətdir. Orta monolit betondur. Həyətdə baseynə qədər tikilib. Start qiyməti 183 min manat. Kimin nə sualı olsa, buyurun zəng vurun, ətraflı məlumat verək. Yenə qeyd edirəm. Orta təmirli, təmirə ehtiyac var. Həyətin, evin də aboylar, zatlar dəyişilməlidir. Amma şəxs özü üçün inşa ediblər. Buyurun, bu qədər. Sağ olun.